Psixoloqa hər kəs həmişə getməlidir. Bu nə dərəcədə düz ifadədir və nə dərəcədə yanlışdır, indi sizə onu başa salacağam. Həmişəki kimi nümunələrin üzərindən başa salacağam. Tutalım ki, idmanla məşğul olmaq istəyirsiniz, gedirsiniz sport zala, lakin sizin bəzi hərəkətləri eləyəndə bəzi bölgələrinizdə ağrılar yaranır və ümumiyyətlə səhhətinizdə diqqət etməli olduğunuz bəzi problemlər var. Ona görə də deyirsiniz ki, mən trenerlə gedim, trener bunlara diqqət eləsin, elə kömək mənə eləsin ki, həm istədiyim bədən nəticəsinə gəlim, həm də problematik məqamlarım biraz da şiddətləşməsin və ya problematik tərəflərim də düzəlsin. Bu kateqoriya insanlar bir müddət sonra iki yerə bölünür. Birincisi məsələn deyir ki, mən indiyə kimi trenerlə gəlmişəm və artıq bilirəm hansı hərəkətlər mənə olar, hansı hərəkətlər mənə olmaz. Bundan sonra özüm də diqqət eləyə bilərəm. Maddi açıdan daha çox qənaət eləmək istəyirəm. Artıq trenerə ödəniş eləmək istəmirəm. Özüm də təxminən mənə nəyin lazım olub-olmadığını bildim. Bundan sonra özüm idman eləyəcəm. Digər kateqoriya isə düşünür ki, trener işimi rahatlaşdırır. Özüm də artıq fərqindəyəm nəyin necə olduğunu, amma yenə də daha rahat, daha relaks oluram. Çünki o məqamlara o fikir verir, mənə xatırladır. Bir növ təsiri məndə qalır. Ona görə maddi açıdan da buna əgər özümə icazə verə bilirəmsə, davam edeyim trenerlə. Eyni şey də terapiyaya aiddir. Yəni istəyirsinizsə ilk öncə bir müddət gəlib, sonradan nəyin sizdə necə işlədiyinin fərqinə vardıqdan sonra özünüz davam eləyəsiniz. Amma görürsünüzsə ki, okey, psixoloq sizin həyatınızı həqiqətən rahatlaşdırır bir növ və siz bunu özünüzə icazə verə bilirsiniz maddi açıdan, onda psixoloqla da davam eləyə bilərsiniz. Bu artıq sizin seçiminizdir.